أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين ve bihi nesta'in. Salam əziz və hörmətli tamaşaçılar, sizləri Quran Maarifi verilişində xoş gördük. Bugün yenə sizinlə birlikdəyik və Quran Maarifi verilişində bugün şükür və onun nəticələri haqqında danışacağıq. Keçən dəfə şükür mövzusunda şükrün dərəcələri haqqında danışdıq və bugün də şükrün sonrakı nəticələri və insan vücudunda yaratdığı təsirlər haqqında danışacağıq ki, bu insanın varlığında hansı əsərləri qoyur. Əvvəlcə biz bəzi psixoloji deməli faydaları haqqında danışaq, sonra Qur'an-ı Kərimdən bəzi ayələr nəticəsində şükrün yaratdığı, insan vücudunda yaratdığı faydalardan və insana hansı səadəti insan vücudunda yaratdığını işarə edək. Əvvəlcə biz şükrün psixoloji durumuna, insana necə təsir etdiyini biz izah edək. Ümumiyyətlə, İnsan qəlbi, insan ruhu müxtəlif hallar əldə etmiş olur. Bu müxtəlif hallar insanın həyatında təbii ki, öz təsirini və əsərini qoyur. İnsanın düşüncələrinə, insanın rəftarına və insanın əxlaqında öz əsərlərini qoyur. Ona görə insan hər rəftarın, hər əxlaqın, hər əməlin nədən qaynaqlandığı haqqında düşünməlidir. Hansı təfəkkürdən qaynaqlandığını düşünməlidir. Necə düşünürsənsə, o necə təfəkkür edirsənsə, o həmin təfəkkürə uyğun, həmin düşüncəyə uyğun bir rəftara sahib olursan. Əgər qəlbinin halı necədirsə, o qəlbinin halına uyğun əməl səndən baş verəcəkdir. Necə ki, Allah Qur'an-ı Kərimdə buyurur ki, kullun ya'malu ala şakilətihi. Hər bir insan öz qəlbinin vəziyyətinə görə əməl edir. Onun qəlbinin şəkli necədirsə, hansı rəngdədirsə, onun rəftarı və əməli də həmin şəkildə və rəngdə olacaqdır. Ona görə biz şükür də bir haldır, bir vəziyyətdir insan vücudunda və onun insan psixologiyasında hansı müsbət təsirlərinin olması haqqında danışmaq istəyirik. Ümumiyyətlə, biz təsəvvür edək ki, bir şükürlü və bir də nankör insanı təsəvvür edək. Bunların daxili vəziyyətləri tamamilə bir-birindən fərqlidir. İnsan əgər şükürlüdürsə, bu nəyin nəticəsidir? Bu, insanda olan rizanın nəticəsidir. Yəni, insan deməli, daha çox razılıq hissi ilə yaşayan insandır. Narazı ruha sahib olan bir insan deyildir. Yəni, şükür insanda razılıq ruhunu formalaşdırır. Əvvəla şükür özü də razılıq ruhundan doğur, amma şükür etdiyin zaman və bunu əməli olaraq həyata keçirdiyin zaman ondan yenə bir riza doğur. Yəni, artıq sən hər bir vəziyyətə, hər bir əmələ, hər bir deməli, mükafata razısan. Hətta Allahdan gələn imtihanlara belə razısan. Yəni, şükür sənə Allahdan gələn imtihanlara belə riza deməli, ruhu ilə yanaşmağa yardım eləyir. Yəni, gönül razılığı ilə sən Allahdan gələn bütün deməli, nemətləri qəbul edirsən və Allahdan gələn bütün imtihanları, sınaqları, bəla və müsibətləri də həmin razılıq ruhu ilə qəbul etmiş olursan. Deməli, şükür ruhu insan içini təmizləyir, insan qəlbini təmizləyir, insan düşüncələrini yönəldir və insanda bir razılıq ruhu hasılıdır. Və bu razılıq ruhu insanın daha çox salih olmasına xidmət edir. Yəni, təsəvvür edin ki, bir insan nankördür, hər şeyə qarşı nankördür, heç bir neməti deməli, diqqət yetirmir, heç bir nemətə dəyər vermir və deməli, hər bir nə ona verilirsə narazıdır, heç bir hədiyyəni razılıq ruhu ilə qəbul etmir, daha çoxunu istəyir, daha üstünə layiq olduğunu istəyir və bu zaman həmin rəftarı onun nankör bir varlığa çevirir və bundan hansı bir psixoloji vəziyyət meydana gəlir və bu insana xas olmayan, yəni insana layiq olmayan, insana ləyaqət gətirməyən və şərəf və izzət gətirməyən bir vəziyyətdir. Buna deyilir narazı ruh. Yəni, insan daim narazıdır, narazıdır, qəzadan narazıdır, qədərdən narazıdır, taleyindən narazıdır və bu narazılıq daim insanın qəlbini qaraldır və qaralda onun əməllərinə də təsir edir. Və insan nə qədər narazı ruhla yaşayırsa, heç vaxt iç dünyası
pak ola bilməz, heç vaxt iç dünyasını islah edə bilməz və heç vaxt insanlarla normal rabitədə ola bilməz. Yəni, narazı ruh insanla Rəbbi arasında da maniyədir, pərdə yaradır, Rəbbi ilə ünsiyyət qurmasına maneçilik törədir. Amma şükür edən insanın ruhu razılıq ruhu ilə birlikdə olduğu üçün, hər şeydən razı olduğu üçün o Rəbbi ilə daha yaxşı ünsiyyət qura bilir və ibadətləri də layiqincə yerinə yetirə bilir. İbadətləri də razılıq ruhu ilə, Allahın rizası qəsdi ilə yerinə yetirməyi bacaran insana çevirir şükür onu. Və buradan da belə nəticə hasil oldu ki, deməli, nankörlük və şükürlü olmağın müsbət və mənfi cəhətləri əsasən yenə insanın özünə, öz psixoloji durumuna qayıdır. Yəni, nankör olan bir insan narazı bir insandır. Narazı olan bir insan daim acıqlı bir insandır, qəzəbli bir insandır, nifrət edən bir insandır, ədavət və düşmənçiliyə meyl edən bir insandır. Və Rəbbi qarşısında isə inadkar bir varlığa çevirir. Yəni, Rəbbi qarşısında üsyankar və inadkar bir insana çevirir. Deməli, həmin nankörlük, yəni şükürlü olmamaq, onun narazı ruh. Ona görə də insan razı olan bir ruhla deməli, yaşamalıdır. Bu razı olan bir ruhu da insana verən həmin şükür etməsidir. Yəni, insanın nemətlər qarşısında dili ilə, qəlbi ilə, əməli ilə şükürlü davranmasıdır ki, onu Rəbbindən razı edir. Sonra insanın qəlbinə aramlıq və deməli, rahatlıq bəxş edir şükür. Yəni, insan nemətlərin Rəbb tərəfindən gəldiyini anladığı zaman həmin nemət böyüyür, əzəmətə çevrilir. Yəni, nemət kiçik olsa da, bu Rəbdən gəldiyi üçün o nemət həddən artıq dəyərli olur insan üçün və bütün onu əhatə edən nemətlərin hamısının Rəbb tərəfindən bir lütf olaraq ona verildiyini anladığı zaman insanın qəlbində bir aramlıq meydana gəlir. İnsanın qəlbində bir asayiş meydana gəlir. İnsanın qəlbində bir sülh bərqərar olmağa başlayır ki, və bu arayış, asayiş və aramlıq da insanı rahat edir və bu insanı öz vəziyyətindən çıxartmır və insanı hadisələr qarşısında həlim davranmağa, səbirli davranmağa gətirib çıxardır. Yəni, həlim olmağın da kökündə elə insanın Allahın nemətlərinə qarşı şükürlü davranmasıdır. Yəni, həlim nə vaxt ola bilər? Həlim insan o insandır ki, elə bir agahlığı, elə bir bilgiyə gedib yetişmişdir ki, elə bir ruh rahatlığına gedib yetişmişdir ki, heç bir hadisə, heç bir vəziyyət onu həmin aramlıq və asayiş ruhundan dəyişdirə bilmir. Onu həlimlikdən sərtliyə çevirə bilmir, onu qəzəbli edə bilmir. O həlimliyi, o səbri onun əlindən ala bilmir. Yəni, möhkəm bir ipdən yapışmışdır, möhkəm bir dayağa söykənmişdir. Möhkəm bir dayağa söykənən bir insan həlim insandır, səbirli insandır. Kiçik adi hadisələr onu öz vəziyyətindən dəyişdirə bilməz. Ona görə də bu faydasını daha çox önə çəkmək lazımdır ki, şükürlü insan həlim insandır, səbirli insandır. Səbirli olduğu üçün də bu onun şükrünün mükafatıdır ki, Allah-u Teala onun ruhunda bu halı, bu məqamı yaratmışdır. Deməli, şükürlü olan bir insanın həlim olması, aram olması, qəlbinin aramlıqda olması onu deməli, daha üstün, daha böyük, dəyərli bir insana çevirmişdir. Deməli, şükür gör nə qədər nimətləri öz ardıca gətirir ki, insan şükürlü davrandığı zaman insanların gözündə də dəyərli bir insana çevrilir, tox bir insana çevrilir. Yəni, şükürlü olan insanı dünyapərəstlikdən uzaqlaşdırır, nəfsini islah etməyə insana qüdrət əta etmiş olur və insan mal düşkünü deyildir artıq. Yəni, heç bir səbəb onu o vəziyyətdən çıxarda bilmir, o ilahi ruhdan, ilahi rəngdən ayıra bilmir və bu nəticədə insanın zöhdünün və təqvasının güclənməsinə səbəbiyyət verir. Yəni, təqvalı insana çevir. Şükürlü insan nəticə etibarı ilə zahid insandır, yəni dünyapərəst deyildir, axirətə rəğbətli bir insandır və nəticə etibarı ilə təqvalı insandır, təqva ruhuna sahib olmuş olur. Və ən mühüm deməli, nəticəsi isə insanın şükürlü olmaqla
nemətlərin qədrini bilməklə həyatında bir bərəkətin hasıl olmasıdır. Onun zamanı da bərəkətlidir, zamanı da dəyərlidir. Nemətlər də onun üçün dəyərlidir. Ona görə də həmin insan öz ömrünü, öz deməli zamanını heç boşuna xərcləməz. Yəni zaman çox böyük bir nemətdir. Ömür çox böyük bir nemətdir. Allah tərəfindən insana əta olmuş. Əgər sən ömrün, zamanın, vaxtın Allah tərəfindən sənə əta olmuş bir nemət olduğunu anladığın zaman artıq onu əyləncələrlə, boş-boş xəyallarla, puç deməli işlərlə və oyunlarla həmin zamanını çürütmürsən, həmin zamanını məhv etmirsən, yox etmirsən. O zamanını daha dəyərli, daha üstün şeylər üçün, daha ali məqamları ələ gətirmək üçün xərcləyirsən ki, bu da zamanın qədrinin anlanmasıdır. Və eyni zamanda insan ömrünün dəyərinin dərk olunmasıdır insan tərəfindən ki, bu insan üçün şükürlü olmağın ən üstün nəticəsini hasil edir ki, insan öz zamanının dəyərini yaxşı anlayır və o zamanını islahat işlərinə sərf etməyə insana sövq etdirir və nəticə etibarı ilə insan axirət dünyasında xoşbəxt olur, saadata gedib yetişmiş olur. Deməli, şükürlü davranmağın, şakir olmanın insanın axirəti üçün önəmi odur ki, insan həyatında bir bərəkət görür və bu bərəkət deməli insan həyatını dəyərli edir və insan həyatı dəyərli olduğu zaman artıq yalnız islahat işləri ondan baş verir, yalnız ibadətlər ondan baş verir. Hər bir əməli artıq ibadət kimi dəyərlidir onun üçün. O zaman axirət dünyasında da bunun nəticəsini görmüş olur. Necə ki, Allah-u Teala Qur'anda buyurur ki, və iz təəzzənə rabbukum لَاِنْ شَكَرْتُمْ لَعَزِيدَنَّكُمْ وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِ لَشَدِيدٌ. Allah-u Teala İbrahim surəsində buyurur ki, sizin Rəbbiniz elan etdi, sizə bildirdi. Əgər Allaha şükr etsəniz, لَأَزِيدَنَّكُمْ sizin ömrünüzə bərəkət verəcəyəm. Onu ziyadəsi ilə nemətimi sizə göndərəcəyəm. Və neməti isə qət etmədən nemətlərimlə sizi şərəfləndirəcəyəm. Və ləyin kəfərtum innə əzabı ləşədid. Amma bu nemətlərin qədrini anlamasanız, üstünü örtsəniz, o zaman mənim əzabım şiddətlidir. Deməli, şükür ruhundan məhrum olmaq sonunda insanın Rəbdən məhrum olmasına gətirib çıxardır, axirət əzabına düçar olmasıyla nəticələndirir insanın həyatını. Bu, yəni, bir cəhətdən. Digər cəhətdən insanın Rəbbinə qarşı şükürlü olması, onun bütün həyatı boyu şükürlü varlıq olaraq digər insanlara qarşı da şükürlü davranmasına gətirib çıxardır və daim yəni, insanlara qarşı salih, əməli salih olan birinə çevirir. Və ilk öncə də bunu insan öz valideynlərinə qarşı etməlidir. Allah Quran-ı Kərimdə buyurur ki, mənə və valideynlərinə şükür et. Deməli, Rəbbə şükür etmək, onun nemətlərini anlamaq və o nemətlərin müqabilində onu anmaq və zikr etməkdir. Amma valideynlərə şükür etmək isə onları xidmətində dayanmaqdır, onlara ehsan etməkdir, yaxşılıq etməkdir. Deməli, şükür ruhu Rəbbə nisbətdə, bəndənin onu zikr etməsi, onun itaatında dayanmasıdır, ona ibadət etməsidir. Amma xəlqə nisbətdə isə xəlqə yaxşılıq etməkdir, ehsan etməkdir, ehsan ruhu ilə davranmaqdır. Ona görə bir neçə yerdə Allah deyir ki, mən insana vəsiyyət etdim. Necə vəsiyyət etdim? Yəni, Peyğəmbərlər vasitəsilə və yaxud da ki, onların qəlbinə ilham etdim. Və yaxud da ki, Peyğəmbərlərə ayələr göndərdim ki, insanlara bu cür çatdırsınlar. Və vəssəynəl insana bi validəhi ihsana. Biz insanlara, öz valideynlərinə, insana valideyninə qarşı yaxşılıq etməyini tövsiyə etdik. Deməli, valideynin qarşısında şükürlü davranmaq, təşəkkür etmək, ona qarşı ehsan etməkdir, ona qarşı yaxşı davranmaqdır. Daim yaxşılıqla onun huzuruna gəlməkdir. Niyə? Çünki insan üzərində haqqı olan ikinci ən dəyərli varlıq insanın atası və anasıdır ki, Allah onu özü ilə birlikdə zikr edir. Yəni, Allaha şükr etməklə valideynə ehsanı və ya Allaha şükr etməklə valideynə şükr etməyi Allah deməli ikisini birlikdə qeyd edir ki, bu da onu göstərir ki, yəni itaati, valideynə itaat və valideynə hörmət Allahdan sonra insan üçün ən vacib olan məsələlərdən biridir. Allahın haqqından başqa insan boynunda ikinci haqq valideynin haqqıdır. Necə ki, Allah buyurur ki, onu anası nə qədər əziyyətlə daşıdı, yəni öz bətnində və onu nə qədər əziyyətlə deməli, dünyaya gətirdi. Yəni, insan bütün ömrü boyu bu ananın, valideynin əziyyətinin
qarşılığını vermək istəsə, onun xidmətində dayansa, onu bir an belə onun deməli təşəkkürünü əda edə bilməz, onun çəkdiyi əziyyətin cavabını verə bilməz. Bir saatının, bir gününün belə əziyyətinin qarşılığını insan ömür boyu əgər xidmət eləyərsə, yenə də əda edə bilməz. Bu onu göstərir. Sonra buyurur ki, İza bələğə əşuddahu və bələğə 40 sənə. Yəni, insan deyir, əqli kamilləşdikdən sonra və 40 yaşına çatandan sonra, buradan təbii ki, 40 yaşına çatandan sonra da burada o mənanı ifadə edir ki, yəni insan ömrünün müəyyən məqamına çatandan sonra artıq insan ruhunda bir aramlıq meydana gəlir. Yəni, insan 40 yaşından sonra elə şeyləri dərk eləyir ki, elə şeyləri duyur ki, elə şeyləri idrak edir ki, elə bir müdriklük insan ruhunda meydana gəlir ki, o gənclik dövrlərində buna sahib deyildi. Və bu deməli məqama çatandan sonra deyir ki, "Qala Rabbi awzi'ni an ashkura ni'matəkəllati an'amta alayya." İnsan bir məqama gəlib çatandan sonra artıq özü anlayır və dərk eləyir ki, o Rəbbin huzurundadır. Rəbbini idrak edir, dərk edir və Rəbbinin qarşısında xüsusi bir ədəbə sahib olur. O ədəb nədir? Deyir ki, Rəbbi avzini, məni vadar et, məni yönəlt, ən əşkur ni'mətəkəlləti, sənin nemətlərinə şükür edə bilim. Hansı nemətlərini? Hansı ki, o hər tərəfdən məni əhatə etmişdir. Ən'amtə aləyyə və alə validəyyə. Mənim valideynlərimə və mənə göndərdiyin nemətlərə qarşı şükürlü davranım və nəticə etibarilə və ən əmələ salihən tərzahu. Ta ki, sənin nemətlərinin şükürünü anladıqdan sonra səni razı salacaq salih əməlləri edə bilim. Yəni, insan nə qədər şükürlü varlığa çevrilməmişdir, heç vaxt Allaha razı salan salih əməlləri yerinə yetirə bilməz. Yəni, Allaha razı salan, onun rızasını deməli, bəndəyə yönəldən salih əməllər şükürdən doğur. Şükür ruhundan doğur. Əvvəl ruhun təmizlənməli, ruhun paçlanmalıdır ki, sonra Allaha razı salan salih əməlləri yerinə yetirə bilərsən. Sonra deyir ki, və əslih, məni islah et və mənim övladlarımı islah et. Deməli, insanın Allahın nemətlərini anlaması, Allahın nemət verən bir varlıq olduğunu dərk etməsi və şükürlü varlığa çevrilməsi onu xüsusi bir dua ruhunu onda formalaşdırır. O da nədir? İslahını Allahdan istəyir, rica edir Allahdan ki, ey Rəbbim, mənim əməllərimi islah et və mənim övladlarımın, mənim nəslimdən gələn zürriyyətimin əməllərini islah et. Onları islah et və onları özünə qarşı bəndə qərar ver. Onlara nankör bir varlıq et, nankör bir bəndə olmağa qoyma. İslah et ki, onlar sənin nemətlərinə qarşı şükürlü davransınlar. Deyir ki, biz onların əməllərini gözəl bir şəkildə mükafatını verəcəyik. Yəni, bu şükür ruhuna sahib olan bəndələr elə bir islahat işləri görürlər ki, həm fərdi həyatlarında, həm ictimai həyatlarında o qədər özlərini paçlayıblar ki, o qədər özlərini çirkinliklərdən təmizləyiblər ki, biz onların gözəl əməllərini müqabili daha gözəl şəkildə mükafatlandıracağıq. Və sonra isə onların və nətəcavəz ən səyyiatihim, onların pisliklərinin də üstünü örtəcək. Yəni, insan tövbə etdikdən sonra, şükürlü bir varlığa çevrildikdən sonra Allah onun deməli, keçmişdə etdiyi pisliklərin də üstünü örtür və yaxud da ki, həmin pislikləri yaxşılıqlarla əvəz edir. Yəni, Allahın əf sifəti vardır, Allahın ğufran sifəti vardır, Allah bağışlayandır, Allah rəhmət sahibidir. Ona görə bəndə Allahın nemətləri qarşısında şükürlü davrandığı zaman Allah onun keçmiş günahlarının üstünü örtür və onu cənnət əhli edir və onun deməli, günahlarını bağışlamışdır, əff etmiş olur və öz bəndələrin içərisində, xalis bəndələrin içərisində axirət dünyasında daxil edir ki, bu nəticə etibarilə gördük ki, bu şükürdən doğan fəzilətlərdir ki, insan əməli olaraq bunları icra etmiş olur ki, əgər bunun əksi olan küfran-ı nemət, nankör olarsa insan Allahın nemətlərinə qarşı heç bir fəzilətə sahib ola bilməz. Əgər hər hansı bir yaxşı əməli etsə də belə, o əməl onun vəsfi deyildir. Çünki ruhu nankör olan bir varlıqdan yaxşı əməllərin baş verməsi də zahiridir, yəni müvəqqətidir.
gəlib gedərdir, yəni bir haldır, məqama çevrilməmişdir. Ona görə də Allahdan istəyimiz, arzumuz budur ki, bizləri şükürlü, nemətlərinin qədrini anlayan bəndlərdən qərar versin. Hörmətli tamaşaçılar, vaxtımız tamam etdi. Sağ olun, salamat qalın.